Salam əziz və dəyərli müəllimlər, şagirdlər. İndi isə hədəf sınağının izahına başlayırıq. Həmişə kimi əvvəlcə biz suallara baxırıq ki, cavabı dinləmədə tapaq. Yəni biz birinci sualın nə olduğunu bilməliyik ki, sonra da cavaba baxaq. Yəni cavabın əvvəlcə dinləyib sonra suala baxmaq biraz işlərinizi çətinləşdirə bilər. Ona görə birinci analiz edirsiniz sonra. Deməli, dinləmə başlayana kimi tez-tez başlayırsınız cavablara baxmağa. Dediyim kimi, sizə əsas lazım olan nədir? O baza sözləri. Yəni, əsas lazım olan, vacib olan, mənim sizə o verdiyim sözləri əzbərləmək. Baxırıq, bizdən true istəyir. Bilirsiniz ki, true istəyirsə də hansı ifadələri uzaqlaşdırmaq lazımdır. Yəni, bu %100 tutmasa da bəzən olur ki, yəni bəzən deyərkən əsasən tutur bu variantlar. Ona görə də baxırıq. Deməli, bizdən always sözü var, onu çıxırıq. Ondan sonra do not use istifadəsini çıxırıq. Çünki mən %100 bilirəm ki, bu səhvdir. Çünki yazıb ki, people do not use ocean for anything. The ocean is always cold everywhere. Hər yerdə soyuq deyil axı. Adətən bu cavabları aşağıdakı variantlardan da bəzən tapmaq olur. Baxın, the ocean water is usually warm. Niyəzə? Hardasa istidir də bu. Ona görə bu səhvdir. Cold olmaq hissəsi. Gəlirik, baxaq indi digərlərinə. Baxın, what should people do to help the animals stay safe? Sonra gəlirik, ocean give us, nəsə verir bizə. And help ships travel. Deməli, bizə bunun nə isə xeyri var. Ona görə də biz ondan istifadə edirik. Bu baxımdan Y ilə D-ni avtomatik çıxırıq, elə cavabı aşağıdadır. Cavabın biri 32-dədir, usually warm. Digəri isə bu da cümlə tamamlamadadır. And help ships travel. Deməli, insanlar nə edir? Onu istifadə edir. Ona görə də D ilə Y-ni avtomatik çıxırıq. Sonra baxırıq. The ocean is made of fresh water. Təmiz sudan ibarətdir. The fresh water is what we drink. İçdiyimiz sudur fresh water. Okean suyunu içə bilərsiniz? Xeyr. Ona görə də okean suyu fresh water deyil. Ona görə də A variantı da çıxdı. Deyir ki, dünyanın balaca bir, kiçik bir hissəsini deyir, örtür okean. Böyük bir hissəsi okean sulardır. Ona görə də cavab C variantıdır 31-də. Heç dinləməmiş mən 31-də tapdım ki, cavab nədir? Deyir ki, okean suları adətən istidir. Qütblərdə istidirmi? Hər ikisində donub, soyuqdur. Bu gelir, silirik bunu. Dağlarda okeanla gəzir, düzənliklərdə okeanla gəzir, meşədə okeanla gəzir. Ona görə deməli biz bilirik ki, 32-də cavab B variantı ola bilər. Keçirik. Pasaj nədən ibarətdir? Bayaqdan nələrdən danışırıq? Okeandan. Deməli, biz bunu çıxdıq. Forestdə, meşədə quşlar və heyvanlar çıxdıq. The features of the biggest water on the earth. Dünyada ən böyük suyun əlamətləri, bu düzdür. The history of fishing in ancient times. Qədim zamanlarda balıqçılığın tarixi, heç söhbət getmir orada. Bayaqdan balıqçılıq deyilən bir şey görmədik buralarda. Sonra gəlirik, how ships are built, gəmilər necə düzəlir, kimi ola bilməz elə. C variantı doğru cavabdır. Deməli, 33-də də cavab C-dir. Keçirik, deməli, what should people do to help the animals to stay safe? Burada da ocean give us and help ships travel. Sonra gəlirik, deməli, balina sözünü təsvir edən sözü tapın. Deməli, biz 31-də C yazdıq. 32-də B yazdıq. 33-də S yazdıq. İndi digərlərini də tapacaq. Ona görə də deməli biz burada nə edirik? Əvvəlcə təmiz baxaq, yanında variantları saxlamışam. Baxaq, sonra isə nə edirik? Gözləyim biz dinləməni quşum. The ocean covers most of the Earth's surface. It is full of salt water and is home to many plants and animals. The different kind of fish, big whales, dolphins, and sea turtles all live in the ocean. The ocean is very deep in some places and very shallow in others. The water is usually warm near the equator and cold near the poles. There are 5 main oceans in the world. The Pacific Ocean is the largest one. Oceans are important for people, too. They give us food, help ships travel, and affect the weather.
Many people enjoy visiting the beach to swim or play in the sand. The ocean is beautiful, but we must keep it clean so sea animals can stay safe. Must keep it clean. It clean. To help sea animals stay safe. Bu şekilde. Yani gördüğünüz kimi cevaplarımız nedir? Doğrudur. Deməli 31'de C variantı, 32 B, 33 C the features olacak. Çünkü hiç söhbət getmir burada bunlardan. Neyse, deməli seçtiğimiz cevaplar doğrudur. Keçirik indi oxu testinə. Oxu testində baxırıq. Söhbət nədən gedir? Yəni bu mətn bizə nələrdən danışacaq? Mətn bizə pendir çox insanlar üçün sevimli bir qidadır. Bu nədir? Deməli, süd məhsullarından biridir, ən yaxşısıdır, nə bilim, təqdirə layiqdir. Deməli, söhbət nədən gedir? Cheese-dən, pendirdən gedir söhbət. Bizdən true istəyir burada. Burada isə cheese is made from, heç bunu belə dinləməsək də bilirik ki, nədən yaranır? Süddən yaranır. Undan, ondan sonra bunların heç birinə yaranmır da. Yəni yaranır süddən, milk. Ondan sonra what is the characteristics of hard cheese? Hard cheese adından bəlli. Sonra gəlirik how to raise dairy animals, the history of French cheese. Söhbət nədən gedirdi orada? The benefits of vegetarian diet, heç orada elə şey yazmamışdı. Cooking with cheese yazmayıb orada. Yazıbdı ki, belə-belə, kimisə də xoşladığı, yəni çox insanların xoşladığı bir qidadır və əlavə olaraq nə yazıb? Yazıbdı ki, bu süd məhsullarından biridir. The information about one of the dairy products C variantı doğrudur işte. Sonra gəlirik, burada hard cheese tapacağıq yuxarıda. Burada indi %100 bilirik ki, biz cavab nədir? Süddən yaranır pendir. Sonra bizdən true-nu istəyir. Cheese is made from vegetables. Səhvdir, süddən yaranır. Soft cheese is always. Bildiyiniz kimi, hard always cavabı varsa bilin ki, o səhvin nəydi? Səhvin, false istəyirsə onun cavabıdır. All varsa o false'un cavabıdır. Sonra inkarlıq adətən false'un cavabıdır. Amma gedib yoxlamaq lazımdır. Deməli, soft cheese-ə gedib baxırıq biz. Baxın, soft cheese are two general categories. Hard cheese, like cheddar, is firm and often salty. Elə bizdən onu bayaqlarını istəmişlər. Firm and salty. 2 ilə 3 doğru cavabdır. B variantıdır. Sonra gəlirik digərinə. Soft cheese is creamy and has a milder taste. Deməli, soft cheese saltier deyil. Saltier olan hard cheese'dir. Ona görə səhvdir. C variantında all cheese is ready to eat in a few days. Gəlirik indi a few days'i tapırıq. From a few days to several years, bir neçə ilə qədər deyir, making cheese can take. Yəni bu qədər vaxt istəyir. A few days yox, yəni bəzi hətta illərlə çəkə bilir ki, bu yaransın. Ona görə səhvdir cavab. Cheese provides protein and calcium. Protein and calcium axtarırıq. Baxın, buradadır. Deməli, cavab doğrudur. 37 D variantı. Baxırıq, Fransanı tapırıq. United States, Germany, France are known for producing a lot of cheese. Gördüyünüz kimi bu da səhvdir. Deməli, cavab D variantı 37-də. 38 ise 39 B variantı hard cheese'in xarakteristikasını soruşur. 40-da isə Y variantıda bilirik ki, söhbət nədən gedir. Origin sözünün mənası, yəni mənbədir. Mənbə də burada nədir? A good source of source. A source və yaxud da source da yaza bilərsin burada. Sonra gəlirik. Was the conditions in area over a long time? Səhv eləmirəmsə bu climate'dır. Climate. A climate. Və yaxud da eləcə climate. Bu şəkildə eləyə bilərsiniz. Sonra eating too much cheese can be, orada deyir, unhealthy demişdi bayaqlarım.
Səhv eləmirəmsə, unhealthy, but a small portion, a little piece. Sonra gəlirik, a delicious part of a meal. Buna deyə bilərik, a tasty, a tasty part of a dish. A dish deyə bilərik. Və yaxud a tasty dish. İki cümlə bu sözləri dəyişsəniz, cümlə olacaq belə. Deməli, cümlə olacaq belə. Can be unhealthy, but a little piece of it can be a tasty dish. Bu şəkildə dəyişdik, yazdıq. Deyir ki, what is your favorite food? Why? Sənin deyir, sevimli yeməyin nədir və nə üçün? Düşünürəm ki, birinci Azərbaycan dilində dediyim kimi. Deməli, I think yazırsınız. Nədir? Yazırsınız, I think my favorite food. Food is neysə onu yazın. Belə yaza bilərsiniz ki, is a food, is something, məsəl üçün, is something yazırsınız burada, which is full of vitamins. Vitamins deyə bilərsiniz. Nöqtə. I like it because it gives me a lot of energy to live. Sonra moreover, or diyeceğiz ki furthermore veya additionally, when I eat this meal, adını yazırsınız da burada. This meal, I feel happy or başqa nə yaza bilərsiniz happy sözünə? Yəni özümü xoşbəxt və happy hiss edirəm, bəsdir. Bu qədər. Happy, xoşbəxt və energetik hiss edirəm yazmaq istəyərdim. Ancaq burada gördüyünüz kimi a lot of energy yazmışam. Ona görə belə eyb yoxdur. Word family kimi happy and energetic. Energetik yazmayın. Heç onu da yazmayın. Yəni eləcə bunu yazsınız bəsdir. Çünki ikinci dəfə təkrarcılıq yaranır. Nöqtə. Sonra yazırsınız. That's why, in conclusion, in short, ondan sonra in conclusion yazaq. In conclusion, that's why yazaq. That's why daha yaxşı uyğun gəlir bura. That's why eating, daha doğrusu that's why a meal containing a lot of
a lot of useful useful ingredients deməli meals containing a lot of useful ingredients are my favorite meals. Bu kadar. I think dedik. Because dedik. Additionally dedik. That's why dedik. Deməli, istənilən kateqoriyaya uyğun dedik. Gəlik bura. In the room it's empty. Boşdur deyir. Bu testə bənzərini eləmişdik o gün. Heç nə yoxdur ki, boşdur da. Who can speak 5 languages? He. Nobody was just perfect ola bilməz. Nothing'ə who deyə bilmərik. Someone, anywhere, where who deyə bilmərik. Nandakı necə olsun ki, belə. Ona görə də cavab C variantıdır. C variant doğru cavabdır. An honest man, a happy girl. An interesting story. An ugly duckling. A European country. Ona görə də cavabımız burada 2, 3, 4'tür. 2, 3, 4'də B variantıdır. She is our neighbor. Car, isim var. Baxın, isim, boşluq, isim gəlir. Sonra whose verəcəksiniz. Cavab D variantıdır. Niyə deyəcəksən mənimə? Biz nə bilək ki, bu isimdir. Mübtədə də ola bilər də. Car sözü sayılır. Qarşısında artikel olmalıydı və yaxud bir təyin edicisi olmalıydı. Yoxdursa, deməli o whose'dan sonra gələn isimdir. Buna görə də cavabımız D variantıdır. Həm də neyvə canlıdır, who veririk, where verəmərik, why vermirik, how vermirik. Yadda saxlamaq lazımdır ki, why sözü reason sözündən sonra gəlir. How sözü də adətən manner sözündən sonra gəlir. Adətən, yəni 100% emirəm. Deməli, why ilə how-nın artandan sonra qalır orada where. Where'dən sonra da where'dən əvvəl də neyvə gəlməz. Çünki neyvə canlıdır, where yer bildirir. Qalır who ilə whose. Who'dan sonra da a car gəlməlidir və yaxud nəsə bir şey gəlməlidir ki, o neyvə sözünü təyin eləsin. Karda o neyvə sözünə uyğun gəlmədiyi üçün nəysə. Bildik ki, burada səbəb nədir? Article və yaxud təyin edici olmadığına görə whose götürdük. Digərində niyə olmadığını izah elədim. She is a very dancer. She dances. Bax, burada rəqs elədiyi üçün burada olacaq well. Goodlu deyilən bir şey yoxdur. Good sifətdir, good sifətdir. Qalır well. Birinci tərəfdə dancer sözünü təyin edir. Təyin elədiyi üçün burada olmalıdır sifət. Ona görə də goodlu deyilən bir şey olmadığına görə cavab A variantıdır. Sonra gəlir 50-yə. 50-də deyir ki, not showing possessive. Yadda saxlayın. Yəlik halda isimdən sonra yəlik halda əvəzlik gəlməz. Amma yəlik halda əvəzlikdən sonra yəlik halda isim gələr. Ona görə hər də apostrof S-dən sonra yəlik halı gördünüz. Bilin ki, o not showing possessive. Digər yerdə qalanların hamısı yəlik haldır. Ceyhunun velosipedi yenidir. Pişiyin quyruğu uzundur. Müəllimin kitabı stolun üstündədir. Kinoteatrın işıqları parlaqdır. Yəni, hamısı nədir? Yəlik hal təsvir edir. Ona görə də A variantı bir dənə yəlik hal deyil. Ona görə də cavabımız A variantıdır. You like ice cream. Do you like ice cream? Bu necə sual 11-ci siniflərə? Already varsa finished her homework. Deməli, she has. Have olmayacaq. Is finished deyəndə bu məchuldur. Məchul gəlirsə buradakı obyekt nədir? Did finished deyilən bir şey yoxdur. She was finished. Yenə də eyni qaydada C-nin alternatividir. Ona görə olmur. Cavab burada oldu A variantı. Həm də adətən zaman zərfi qoyulmursa bilin ki, onun cavabı yəni bu already düzdür. Burada verilibdir. Digər zaman zərfləri olmursa bilin ki, onun cavabı indiki bitmiş zamandır. Həm də ki, struktur da onu tələb eləyir. Elə də çətin test deyil. Now deyir burada. Now deyirsə də C variantıdır. Sadı bilmirəm deyir. Mənim sadım
dayanır. Stop sözü adətən davam edici işlənmir. Dayanacaq, dayanmaqda olacaq. Elə hal-hazırda dayanmaqdadır. Cavab D variantıdır. İşləmirsə, cavabı bilmirsə, deməli işin nəticəsidir. Cavab D variantıdır. Elə saat həmişəmi dayanır. Ona görə cavab D variantıdır. Votdan sonra artikel vermirik. Ona görə artikelları çıxırıq, çıxdıq hamısını. Burada kitab var, isim var. İsim gəldiyi üçün A variantında çıxırıq, qaldı B variantı. Books var on the table. Ay, bu necə asan suallar veriblər. Nam gedəcək, özündən sonra isim olmaz. Little'dan sonra biz sayıla bilməyən isim işlədirik və yaxud balaca mənasında olsa da books cəmdədir. Çıxdı. Maçdan sonra sayıla bilməyən işlənir. Cavab C variantıdır. D variantında a lot of olar ya da lots of olar. Ona görə cavab C variantıdır. My sister had a baby boy last year. Boy deyirsə də he is my first nephew'dur. Boy nephew'dur. Niece isə girl olacaq. Ona görə cavab B variantıdır. Cousin, əm uşağı, dayı uşağı. Niece, bacı uşağı, qardaş uşağı. Bacı qızı, qardaş qızı. Sister's nephew, bacımın nephew ilə mənim də nephew-umdur. O digər bacımın uşağıdır. Ondan sonra biraz da qardaşdır. Mənim deyirsə də mənim artıq bacımın uşağı nədir? Mənim nephew-umdur. Ona görə cavab B variantıdır. This is my bag, that one is. Bu mənimkidir, mənim çantamdır, o isə səninkidir. Mine olmalıydı. Bunu çıxırıq. Hers olardı, mine olardı. Cavab oldu B variantı. B, Bakı. Incorrect istəyir bizdən. Incorrect istəyirsə də bu 1, 2, 3, 4 yadınızda saxlayın bu formulu. These bununla uzlaşmalıdır. Students olmalıydı. Ona görə A variantı bizdən istənilən incorrect cavabdır. This group düzdür. These students düzdür. Our family's vacation düzdür. These friends düzdür. Deməli cavab A variantıdır bizdən çünki səhv istəyir. Car over there belongs to my uncle. Over there varsa that, those. Over here varsa onda this, these olur. Ona görə over there olduğu üçün biz ne yazırıq burada? Tek olduğu üçün that. Bu qədər əziz şagirdlər və müəllimlər. Çox asan idi. Düşünürəm ki, imtahan da bu qədər asan olur. Mən elə düşünürəm, çünki imtahanın heç vaxt çətin olduğunu heç mənə təsadüf eləməyib. Çünki imtahan həmişə asan gəlib mənə. Əsas vacib olan bacarıqlardır. Yəni, buradakı biliklərinizi bacarığın içərisində tətbiq etməkdir. Ona görə də qrammatikanı sadəcə belə testlər eləmək üçün yox, həm də tətbiq eləmək üçün istifadə edin. Məsələn, burada siz bu tapırsınız ki, məsəl üçün, what are the book deyə bilirik, məsələn, bundan sonra artikel işlənmir və s. Düşünün ki, siz bunu yazarkən nə deyəcəksiniz? Yazarkən düşünəcəksiniz ki, məsəl üçün, demək istəyirsiniz ki, başqa kitabları da daha başqa nə mənə göstərə bilərsən? Və yaxud başqa hansı nümunəni mənə göstərə bilərsən deyə soruşdum ondan. I asked her what are the tutaq ki books she could show me. Gördünüz, məsələn, yazıda siz bunu tətbiq eləyə bilirsinizmi? Onu nəzərdə saxlayın ki, buradakı qrammatikanı bilmək yazıda onu tətbiq eləmək anlamına gəlmir. Yazıda da tətbiq eləyə biləcəyiniz şəkildə öyrənibsinizsə, deməli bilirsiniz. Bunlar asan düşür. Dinləməklə oxu və yazı da əsas önəmli olan. Onlara köklənməyiniz daha məqsədə uyğundur. Sağ olun, salamat qalın.